9-cu sual loqaritm 5 əsasından x kvadrat çıxılsın loqaritm 5 əsasından x bərabərdir 2 tənliyinin deməli həlləri çoxluğunun, yəni həllərinin hasilini tapın deyir. Tənliyi köçürək əvvəlcə. Loqaritm 5 əsasından x kvadrat çıx loqaritm 5 əsasından x bərabərdir 2. İndi isə loqaritm 5 əsasından x 2 dəfə təkrarlandığı üçün, yəni bunu biz belə yaza bilərik. Loqaritm 5 əsasından x-i t ilə işarə eləsək, nə əldə edirik? T kvadrat çıx t, 2-ni keçirsək sola, çıx 2 bərabərdir 0. Əldə edirik kvadrat tənlik. İndi buradan V teoreminə əsasən T1 və T2-ni tapaq. Biz bilirik ki, T1 toplayaq T2, daha doğrusu T1 vurulsun T2 olması lazımdır, -2. Yəni, bu ədədə bərabər olması lazımdır. T1 üstəgəl T2 isə T-nin qarşısına duran ədədin əksinə -1 durur. -1-in əksi 1-dir. 1-ə bərabər olması lazımdır. Və buradan hansı ədədləri götürsək, onların hasili -2 və cəmi 1 olar. Bunlar əlbəttə ki, deməli, -1 və 2-dir. -1 üstəgəl 2, daha doğrusu -1 vur 2 edir -2. -1 vurulsun, toplayaq 2 edir 1. Yəni, həqiqətən də bunlardır bunun həlli. İndi isə loqaritm 5 əsasından x bərabərdir t yerinə yazırıq -1 və 2-ni, x-i tapırıq. -1, ikinci tənliyimiz loqaritm 5 əsasından x bərabərdir 2-yə. Birinci tənlikdən x bərabərdir. Burada gəlin buna x1 deyək. x1 bərabərdir 5 üstü -1. Bu edir 5-də 1. İkinci tənlikdən isə buna isə x2 deyək. x2 bərabərdir 5 üstü 2, yəni 25. Bu iki ədədin hasilini soruşur. Yəni ki, bunlar həlləri olduğu üçün həllərinin hasilini tapmaq lazımdır. 5-də 1 vurulsun 25 bərabərdir 5-ə. Deməli, doğru cavab D bəndidir. 20-ci sual. Düzbucaqlı üçbucağın iti bucaqlardan birinin dərəcə ölçüsü 60 dərəcədir. Bu üçbucağın böyük katetinin uzunluğunu tapın. Əgər məlumdursa ki, üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu 2 santimetrdir. Çəkək bu şəkili. Yaxşı, bu bizim düzbucaqlı üçbucaqdır. Və düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin diametri bu üçbucağın hipotenuzu ilə üst-üstə düşür, yəni eynidir. Biz bilirik ki, bu üçbucağın deməli, iti bucaqlarından biri 60 dərəcədir. Misal üçün olsun bu 60 dərəcə, o halda qalan iti bucaq 30 dərəcə olacaq. Bizdən bu üçbucağın böyük katetinin uzunluğunu soruşur. 60 dərəcəli bucağın qarşı tərəfində olan katet daha böyük katet olacaq. Ona görə də biz bunu bilməyimiz lazımdır. Yəni, tutaq ki, x-dir, bilmirik nədir, tapmağımız lazımdır. Və bizə məlumdur ki, bu çevrənin, yəni üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu 2 santimetrdir. Bu o deməkdir ki, hipotenuzun uzunluğu, hipotenuz diametrlə üst-üstə düşdüyü üçün, diametri də 2 dəfə radiusa bərabər olduğu üçün 2 dəfə 2, yəni 4 santimetr olacaq bu üçbucağın hipotenuzu. Yaxşı, və biz yenə nə edə bilərik burada? 30 dərəcəli bucağın qarşısında duran katet bu üçbucağın hipotenuzunun yarısına bərabərdir. Deməli, 4 santimetrin yarısı, yəni 2 santimetrə bərabər olacaq. İndi isə Pifaqor teoremindən istifadə edərək x-i tapaq. X kvadrat üstəgəl 2 kvadrat bərabərdir 4 kvadrat. X kvadrat üstəgəl 4 bərabərdir 16.
x kvadrat bərabərdir 16 çıx 4, yəni 12. X bərabərdir kök altda 12. Bunu 4 dəfə 3 olaraq göstərsək, olacaq 2 kök altda 3. Deməli, doğru cavab olur D bəndi 2 kök altda 3 cm. 21-ci sual, x-in bütün qiymətləri çoxluğunu tapın. Verilir bizə 2 vektor, biri A, biri isə B. Bu vektorların koordinatları biri mənfi biri 2-dir, digəri isə x və 3-dür. Yəni x koordinatı bilinmir. B vektorunun x koordinatı bilinmir. Bizdən bu x-in qiymətləri çoxluğunu soruşur. Əgər biz biliriksə, bu iki vektor nədir? Kolineardır. Ümumiyyətlə, kolinear vektor nədir? Əgər iki vektorumuz varsa, biri olsun A vektoru, bunun koordinatları x1 və y1 olsun, B vektorunun isə x2 və y2 olsun. İki vektorun kolinear olması o deməkdir ki, bu vektorların deməli x1 vurulsun y2 bərabərdir x2 vurulsun y1-ə. Koordinatları belə bir şərti ödəməlidir. Əgər bu şərt ödənirsə, deməli bu A və B vektorları kolineardır. İndi isə sadəcə bizə verilmiş A və B vektorlarının koordinatlarını bura qoymağımız lazımdır. x1 bizim A vektorunun x koordinatı deməkdir, yəni mənfi 1 vurulsun. y2 isə B-nin y koordinatıdır, yəni 3-dür. Bərabərdir x2 bizdə A-nın y koordinatıdır, yəni daha doğrusu bəli x2 A-nın x koordinatı, yəni 2-dir, vurulsun. y1 isə bizdə deməli A-nın, xeyr, mən burada səhv yazdım. Yenidən yazaq buranı. Deməli x1, baxın burada x1 y1'dir bu. x1 y1, x2 y2 qarışdırmayaq. Deməli x1 vur, x1 mənfi 1'dir. Vurulsun y2, yəni 3 bərabərdir x2 bizdə məlum deyil, x-dir sadəcə. Vurulsun y1'ə, yəni 2-yə. Buradan 2x bərabərdir mənfi 3-ə, x bərabərdir mənfi 3 böl 2-yə. Sadəcə bir qiyməti var x-in, o da mənfi 2-də 3-dür. Ona görə də doğru cavab olur A bəndi.